Hörmətli dostlar, hörmətli izləyicilər, sizə bir dənə bağ evi tapmışam bu yay dincəlməyə. Baxın da bu video axıra kimi. 196 min manata bu yay dadını çıxardın da bu bağ evinin. Novxanıda şəhərdən gəlirsən ha Novxanıya, o spuska var ya, düşürsən Murad Marketdən aşağı Novxanın kruquna. Həmin o spuskadan bir dənə sol eləyirsən, yoldan ikinci həyət. Çox yaxın bir məsafədə, 6 sotun içində dincəlməli, eksklüziv, qiymətlə münasib sizə şirin bir dənə bağ təqdim edirəm, hörmətli izləyicilərim. Bağın giriş hissəsidir. Qapıdan girirsən, 4-5 maşın burada saxlayır. Hovuz zonası, dostlarla burada dincəlirsən, əyləşirsən, orada uzanırsan, göy otluğun üzərində. Bu hissədə yenə yerlənəcək. Divarda maraqlı bir yazılar. Hələ mən sizə o möhtəşəm pisetkanı təqdim eləməmişəm. Bilirsiniz, burada nə kampaniyalar gedər? Əzizləyicilərim, mən dostanış dedim. Belə ailə üçün də əla bir bağ evidir də. Bir dənə fikirləşin, 190 min, Novxanı, dənizin qırağında, 6 sotda bu möhtəşəm bağ evi abartılı deyil də, sadə konseptdir. Sadə və şirin, evin bütün qabağında operator göstərirsə bilməni yox, vitraj belə pəncərələri var ki, müasir bir görünüş verir bağa. Bura isə dediyim həmən o yay pisetkasıdır ki, sarmaşıqlar, televizor, saatı, lüstru, əyləşirsən, samavarı oradan dəmləyirsən, yiyirsən, içirsən, bu yayın dadını çıxardırsan. Evin hər tərəfinə fırlamaq üçün yeri var, ehtiyat su anbarı var, qazı, suyu, işığı, interneti, hər şey var. Qonşularda hamısı villadır, hovuz zonasını görürsünüz zaten. Belə hər tərəfdən fırlanırsan və əsası evin kupçası var. Tam sənədləri dövlət sənədidir, qayda qanunludur. 196 min manatda qiymətdir. İndi isə bir dənə stop kadr eləyək, evin içindən o gözəlliyi mən sizə təqdim eləyim. Huzurdur la bu ev. Oxudunuz. Bu evə girən adam pozitiv girməlidir. Bax, mənim kimi. Olmalıdır, onun nasiblərinsə əla. Bu ev onu tələb edir, əzizləyicilər. Bax, bura koridor hissəsidir. Bura bağ evinin özünə məxsus mətbəx zonasıdır ki, indiki sahibi, dəyərli izləyici öz komfortunu yaradıb, lüks. Burada hər şey var. Elektronikalar var, mebellər var, evə lazım olan, pəncərə sistemi yerdəndir, damafon sistemi var, kamera sistemi var. Bura zal otağıdır. Burada da yeyib içən oğlanların kabab seti. Baxın, baltası, dəhrəsi, hamısı var. Televizor, bu həm kondisioner, həm də şominedir. O smartlardan deyil, necə deyil. Yəni 2800 manata alıb bunu. Bu da qalır evin içində, deməyim odur. Mebellər, kondisioneri, yer laminatdır. İndi sizə bir maraqlı otaq təqdim eləmək istəyirəm. Hazırsınız. Çay süzmüsünüz yoxsa yox? Gəlin çayınızı süzün, gəlin sizə bir dənə fokus göstərirəm. Bura dincəlməyin özü. Burada oturursan, qəşəng jacuzzi, burada güzgüsü və bir dənə can rahatlığı var ki burada. Burada jacuzzidə dincələndən sonra, şərabdan içəndən sonra, günlüyü bağlayandan sonra sən buradan birbaşa yataq otağına keçirsən, dəyərli izləyicilər. Buna deyirlər can rahatlığı, bəli. Yataq mebelləri, hər şey bu o evdə, bu bağ evində vardır. Özü sizə deyim ki, bu bağ evinin 2 ilin bağıdır. Yəni bu 2 il tikilibdir, təzə bir bağdır. Yəni bir 10 il falan yaşı olmayan təzə bir bağdır. Hər şey də burada vardır. Çıxırıq yəni koridora. Bu isə ümumi hamam otağıdır bağ evinin. Bu isə indi burada sizə bir dənə yataq göstərəcəm. Burada bəs artıq şeylər qoyub, heç onu göstərməyə ehtiyacı yoxdur. Çamadan zadı var. Bu isə bir yataq otağıdır yenə, eynən. Yəni ki, tam görə bildiniz. Bu da koridor. Məncə bəyəndiniz. Əgər operator bəyənirsə, bir dənə başımı yerləsən də,
Yox, kameranı yerlə, öz başı, ay sağ ol. Məncə də qutdur da, yəni vışıdır. 196 min manat, endirim simvolik eləyərik, söhbət eləyərik, çay içə, mən də kömək eləyərəm ki, alasınız da, yəni bu yay sizin də belə bağımız olsun. Kirayə filan verilmir, xahiş edirəm zəng eləməyin o barədə. Şu, bu qədər. Sağ olun.